Salamlayıram sizlərə əziz izləyicilər. A qrupunun ikinci qarşılaşması Cənub Futbol Klubu ilə Respekt komandası qarşılaşır. İlk öncə sizə heyətləri açıqlayacağım. Cənub Futbol Klubunda kapitan Ağazadə Özal 10 nömrəli oyuncu, 8 nömrəli oyuncu Tahirov Qoşqar, 5 nömrəli oyuncu Vəliyev Tural, qapıcı Cəfərov Amid, 17 nömrəli oyuncu Hüseynov Mais, 22 nömrəli oyuncu Bədəlov Yusif, 11 nömrəli oyuncu Məhərrəmov Tərlan, 42 nömrəli oyuncu Həsənov Camaldır. İlk təhlükəli hücumu Respekt komandasının Cənub Futbol Klubunun qapıcısı topu yerinə yetirəcək ayaqla. İndi isə sizlərə Respekt komandasının heyətlərini açıqlayırıq. Kapitan Ağayev Hacəli 7 nömrəli oyuncudur qeyd edim. Məmmədov Rıza 5 nömrəli oyuncu, 11 nömrəli oyuncu Əmraslanov Kinyaz, 8 nömrəli oyuncu Bayramov Vüqar, 9 nömrəli oyuncu Kərimov Məmmədəli, 12 nömrəli oyuncu Hüseynov Ergün, 1 nömrəli qapıcı Cəfərov İlkin, 3 nömrəli oyuncu Arzumanov İlkindir. Qeyd edim ki, Respekt komandasının A qrupunda 4 xalı var və ikinci yerdir. Qeyd edim ki, ilk turda Təkvir komandasını 4-2 hesabı ilə məğlub etmişdi. Munadoğlu komanda ilə 4-4 bitmişdi hesab. 1 xal götürmüşdü bu oyundan Respekt komandası. Cənub Futbol Klubunda isə vəziyyət belədir. 1 xallı var komandanın, 5-ci yerdədir A qrupunda. İlk oyunda birinci turda 3-3 olub Xətai komandası ilə. İkinci turda isə 5-6 hesabı ilə məğlub olmuşdu Modern Futbol Klubuna. Qeyd edək ki, Cənub Futbol Klubu bu oyun həqiqətən də xal lazımdır. Baxaq necə olacaq. Rəqibi də zəifdir, Respekt komandasıdır, 4 xalı var. Məncə iki tərəfdə də qollu bir maç görəcəyik. Baxaq necə olacaq. Topun başında Vüqardır. İlkinlə oynayır. İlkin nə edəcək? Qapıcısı İlkinə verir pası. Məmməd Əli top saxlaya bilmədi, amma top yenə də Respekt komandasında qalır. İlkin. İlkindən gözəl paslı Elgün pası keçmədi. Uzaqlaşdırdı müdafiəçi Mais Hüseynov. Vüqarla oynayır. Vüqar önünə baxır. Nə edəcək? Pası keçmədi. Uzun bir pas Ozala. 10 nömrə. Kapitan zərbəsi qapıcı İlkin yerində idi. İlkin tələsmir, geriyə baxır. Düzgün pas vermədi. Ozaldan topu uğurladılar. Vüqar Elginlə oynayır. Elgindən Məmməd Əliyə pas. Yenə qüvvətli zərbə Elgindən, qapıcı yerindədir Amid. Gücdən zərbə. Kinyaz topu yerinə yetirəcək. Kinyazdan ara pası Məmməd Əli. Məmməd Əli topu itirdi. Yox. Qapıcıya gəlir. Qapıcı yerindədir. Uzun bir pas. Ozal topu qəbul edir. Vüqar qoymadı. Cənub komandası atakını kəsdi. Cərimə zərbəsi. 22 nömrəli oyuncu Yusuf Kovud oynamışdı. Zərbə top Yusufə dəyir və out. Kinyaz. Kinyazdan Elginə pas. Elginin pası keçmədi. Top Turaldadır. Qeyd edim ki, Tural təhlükəli hücum olacaqmı? Zərbə Məmməd Əlidən gələcəkmi? Yox. Önünü bağlayırlar. Bəli, qeyd edim ki, birinci turun ən yaxşı
qol vuran oyuncusu Cənubi Futbol Klubundan Vəliyev Turaldır. Baxaq Cənubi Futbol Klubu nə edəcək? Təhlükəli bir zərbə qapının üstündən keçir. Toxunuş yox idi qapçıya. Qapçı ilkin topu yerinə yetirəcək. Vüqarla oynayır. Vüqar yenə ilkinə. Qeyd edim ki, Respekt komandası 3-cü turda çıxış edir və hər turda bir kapitan meydanda iştirak edir. Çox maraqlı heyətləri var. Hamısı komanda oyuncuları hakimlər heyətindəndir. Gözəl pas, önü boşdur. Məmmədəli və gol. 6-cı dəqiqədə komandası sevindirir Məmmədəli. Hesabda 1-0 öndədir Respekt komandası. Önü boş idi və qüvvətli zərbə ilə topu tora daxil edir. Ozal topu yerinə yetirir, geriyə oynayır. Qeyd edim ki, Cənubi Futbol Klubunda zamenlər oldu. Ozal yox, götürəmədi, ilkin topu uğurladı. Məmmədəli Elcinlə oynayır. Elcindən Vüqara pas. Vüqar sıyrıldı. Bəli, top hələ də Vüqardadır, pasını verdi. Nə edəcək? Məmmədəli vura bilmədi, Elcindən zərbə. Yox, az qalsın. İkinci gol görə bilərdi Respekt komandasından. Sevindirə bilmədi komandasını. Bu kapitan Hacəli idi, qeyd edim. Elcinin pası dəqiq olmadı. Ozal uğurladı. Top Turaldadır. Tural Camal'la oynayır. Camal qapçı Amidə verir topu. Tural irəliləyir. Zərbə olacaqmı? Turaldan qüvvətli zərbə qapdan yan keçir. İlkin topu yerinə yetirəcək. Uzun bir pas önə doğru. Heç kim yoxdur. Top Turaldadır. Tərlanla oynayır Tural. Tərlan da sürətli oyunculardandır və gözəl gol görürük Tərlanla. Meydana təzə daxil olmuşdu və komandasının qolunu vurur Tərlan. Hesab 1-1'dir. 8-ci dəqiqədir. Həqiqətən hər iki tərəf ilk qollarını vurub. Çox maraqlı qarşılaşma gedir. İlkin kimlə oynayacaq? Elcinlə pas. Elcin ilkinlə oynayır. Qeyd edim ki, Respekt komandasında 2 adaş oyuncu var. Biri qapçı ilkindir, 1 nömrəli. Biri də müdafiəçi 3 nömrəli ilkindir. Camal geriyə Turalla oynayır. Tural önə baxır. Zərbə olacaqmı? Yox. Turaldan gözəl hərəkətlər görürük. Bitirə biləcəkmi? Zərbəsinə blok qoyulur Hacəlidən. 6 yerinə yetirəcək. Tərlan baxır önünə, kimə verəcək? Xəttə topu yerinə yetirilmədiyinə görə Respekt komandası topu yerinə yetirəcək. Məmmədəli qolun sahibi topla irəliləyir. Pasını verdi Vüqar. Vüqardan uzun bir pas. Elcin topu qəbul edəmədi, itirdi. Turaldan tez pas. Məmmədəli topu uğurladı. 3-ün 1-ədilər. Hacəli nə edəcək? Hacəli zərbəsi! Qapçının mövqeyindən vurdu Hacəli. Gözəl gol görürük Hacəlidən. Əvvəlki turlarda olduğu kimi yenə də Hacəli komandasını sevindirir. Kapitan 7 nömrəli oyuncu. Qeyd edim ki, bu gün kapitan kimi Hacəli çıxış edir Respekt komandasında. İlk oyunda Rıza çıxış etmişdi 1-ci turda, 2-ci turda Vüqar çıxış etmişdi. 3-cü turda isə Hacəlidədir bu kapitanlıq. Camal Tural oynayır, yenə Camal. Gözəl paslaşırlar və heç nə yoxdur, davam deyir hakim. Out.
Respekt komandasında out. Camala toxunuş var idi. Uzun bir pas Vüqardan. Qapıcı irəli çıxara pasını verir. Yusifdən zərbə dəqiq olmadı. Qapıdan aralı keçir. Qapıcı topu yerinə yetirəcək. Vüqar. Elcünlə oynayır. Yenə Vüqar. Uzun bir pas. Dəqiq olmadı. Qapıcı Hamid yerindədir. Tələsərək Tərlanla oynayır. Tərlan irəliləyir. Pasını verdi. Ozala gözəl pas. Yusif gözləmirdi. Hacəldədir top. Elcün. Elcündən gözəl hərəkətlər. Vüqar. Topa yetişdi. Komandasının topunu itirməyinə qoymadı. Out Respekt komandasının. Geriyə oynayır Elcün. İlkinlə oynayır. İlkindən Rızaya pas. Rıza gözəl sıyrıldı. Önü boşdu, nə edəcək? Yox, uğurladılar topu. Camal irəliləyir. İkinci oyuncusunu da keçdi. Pasını verdi. Yusif yerdə qaldı və cərimə zərbəsi. Ayağını tapdalamışdılar Yusifin. Yerdə qaldı. Qapıcı tərəfindən canlı sədd qurulur. 3 nəfəri görürük bəli canlı sədddə. Topun başında 2 oyuncu var. Qeyd edim ki, ilk turun ən baxımlı qolunu vuran oyuncu Turaldır və cərimə zərbəsinin üzərində də qalıb. Baxaq Turaldan yenə qol görə biləcəyimi. Həmçinin Ozal da yanındadır. Turaldan yenə bir gözəl qol ola bilərdi. Eyni qolu təkrarlayırdı. Amma ramkaya düşə bilmədi Tural. Çox maraqlı epizod idi. Sanki 2 saniyəlik hamı dayandı. Baxaq top hara gedir. Cənub Futbol Klubunun qapısındadır top. Müdafiəçisi ilə oynayır Camal. Camaldan Turala pas. Yenə Camal. Camaldan Avayla pas keçmədi. Elcünün pası Hacəliyə. Qapıcı ilə özbəyizdir. Qapıcı yerdə qalır. Zərbəsi. Qapının üstündən keçir. Artıq Hacəli ikinci epizodudur belə o qolla sevindirə bilmir komandasını, amma bir qol vurub Hacəli qeyd edim. Tərlan. Tərlandan geriyə pas. Tural pası keçmədi, amma itirməyib. Nə edəcək? Ozalla oynayır. Ozal irəliləyir. Pasını verdi, amma dəqiq olmadı. Vüqar. Hacəli. Yox, bu Rıza idi, itirdi topu. Tural. Turaldan uğurladı topu Elcün. Elcünə uzun bir pas. Vüqar. Vüqar keçə biləcəkmi? Hələ də top Vüqardadır. Gözəl mübarizə görürük. Out Respekt komandasının. Rıza topu yerinə yetirəcək. Baxaq nə edəcək. Ev tapşırığıdır. Yox, Ozal blok qoyur. Qarşısına alır ev tapşırığının. Elcün. Zərbəsi qapıdan aralı keçir. Tural. Turaldan Ozala pas. Ozal çatdı, saxladı topu. Zərbəsi qüvvətlə alınmadı, blok qoyuldu. Vüqar topu uzaqlaşdırdı. Top Tərlandadır. Geriyə oynayır. Tural önü boşdur. Turalın zərbəsi qapının üstündən keçir. Qapısı için topu yerinə yetirəcək. Respekt komandasında yenə də dəyişikliklər oldu. İlkinin pası, cinah dəyişilir. Elcün topu qəbul etdi. Pasını verdi. Hacəli geriyə oynadı, amma Camal uğurladı. 2-nin 1-ə Ozal tələsir. Nə edəcək? Tərlan da hücumdadır. Keçə biləcəkmi Vüqarı? Yox. Vüqar gözəl oynayır həqiqətən də müdafiədə. Out'u Respekt komandası qazanır. Elcün. Elcünün pası dəqiq olmamışdı. Az qalsın Tərlan komandasını sevindirə bilərdi. İlkin pas düzgün olmadı. Yusif də tələsdi və top qapıcıya gəlir. Qapıcı tələsmir, hesabda öndərdilər.
Pressing var Tərlan tərəfindən. İlkindən Vüqara pas. Vüqar pası keçmədi, Camal qoymadı. Ozaldan pas. Tərlan qapıcı ilə üzbəüzdü. Hakim cərimə demir, küncdən zərbədir. Pas yox, Tural toxuna bilmədi. Günyaz da oyundadır, qeyd edim. Məhməd Əli də oyuna daxil olub. Pas keçmədi, gözəl oynayır Tərlan. Tərlanın pası Ozala. Ozaldan pas, dəqiq olmadı Turalın pası. Əks hücum görə bilərik. Günyaz, Vüqar. Önü boşdu və gol. Vüqar komandasını sevindirir və dəyişiklik istəyir. Qeyd etdim ki, hesab 3-1'dir. Respekt komandası hesabda öndədir. 17-ci dəqiqədəyik artıq. Tərlanın zərbəsi qapıdan aralı keçir. Taymat götürür Respekt komandası. Taymatdan sonra sizlərləyik. Taymat bitir. Respekt komandasının qapıcısı topu yerinə yetirəcək. Qeyd edim ki, hesabda Respekt komandası 3-1 öndədir. Cənub Futbol Klubu 5-ci yerdədir. Məğlub olsa həqiqətən də A qrupunda vəziyyəti heç də yaxşı olmayacaq. Görək nə olur. Tərlan topu yerinə yetirəcək. Geriyə oynayır Tural. Turaldan Qoşqara pas. Out Respekt komandasının. İlkin. Azərli, yox, Məhməd Əli ilə oynamışdı. Heç nə yoxdur, davam deyir. İlkindən geriyə qapısı içinə pas. Məhməd Əli İlkinlə oynayır. Gözəl paslaşır Respekt komandası. İlkin bitirmədi. Dəqiq paslaşmalar, cinah dəyişdik. Gün çata biləcəkmi? Bəli, çatdı. Pasını da verdi Günyaz. Günyazın pasına keçməyə qoymadı Qoşqar. Müdafiədə gözəl oynayır. Gözəl pas, amma bitirə bilmədi Məhməd Əli. Ozal zərbə vura biləcəkmi? Yox. Blok qoyurlar ona. Bitirməyib elə də topu və uzaqlaşdırdı Elgün topu. Qapıcı Hamidə gəldi top. Hamid Camal'la oynayır. Camal cinahı dəyişir Tural. Önü boşdu. Turalın zərbəsi, qapıcı topu tutdu. İkinci cəhdində. Hacəli kapitan pasını verir Məhməd Əli. Dəqiq olmadı. Hamid önə çıxaraq blokladı və çərçivəyə düşə bilmədi. Hamiddən pas Qoşqara. Qoşqar Ozal'la oynayır. Geriyə oynadı Camal. Orta. Camal nə edəcək? Geriyə oynayır Ozal. Məhməd Əli pres edir. Qapıcı ilə oynadı. Hamid topu uzaqlaşdırdı. Heç kim götürə bilmədi. Dəqiq olmadı qapıcı. Respekt komandasının qapısına gəlir top. Gözləyir, tələsmir, hesab döndədir. Geriyə oynayır Vüqar. İlkin. Yenə Vüqar. Həqiqətən də Respekt komandası çox gözəl oynayır komanda şəklində. Uzun bir pas. Vüqar birbaşa zərbə. Dəqiq olmadı. Camal. Camal cinahı dəyişir Tural. Turaldan Ozal'a pas. Cinahı dəyişir. Camal çatdı topa. Yox, Camal topu çox önünə atdı və İlkin yerində idi. Topu qucağına götürür.
Boşaltma. Gözləyir, müdafiəçisi ilə oynadı. İlkinə pas, bir daha gördük. Dəqiq olmadı pası. Topu çıxmağına qoymur, qapıcı tələsirlər. Ozal. Ozal irəliləyir. Ozal nə edəcək? Ara pası verdi. Camal. Camaldan zərbə girəcəkmi? Yox. Heç kim yoxdur və Kinyaz da topu uzaqlaşdırır. İkincidən zərbə. Sanki Cənubi Futbol Klubunun oyunçuları bir-birlərini anlamır. Baxaq necə olacaq. Topu uzaqlaşdırır müdafiəçi Məmməd Əli. Gözləyir, pauza edir. Pasını verdi İlkin. İlkindən gözəl pas. Hacəli. Gözəl pas. Kinyaz pasını verə bilmədi. Əşsucum Camaldan pas. Sürətli oldu. Ozal topu saxlaya bilmir. Biraz boş idi. İlkin. Ejinlə oynayır. Vüqar irəliləyir. Vüqarın zərbəsi qapıcı yerindədir. Uzun bir pas. Ozalın pası dəqiq olmadı. Top yenə içinə gəlir. Ejin. Qeyd edim ki, həqiqətən də Respekt komandasının atakları çox təhlükəlidir. Komanda şəklində ataka qoşulurlar və geriyə də komanda şəklində qayıdırlar. Qoşqar. Qoşqardan Tərlana pas. Tərlan itirmədi. Zərbə göstərmişdi Camal. Pası keçmədi. Vüqar blok qoyur. Ejin'dən pas. Rıza. Rıza nə edəcək? Rızanın zərbəsi qapıcı. Gözəl seyv etdi. Camal irəliləyir. Top çıxmayıb. Top Rızadan çıxdı. Ozal geriyə oynayır Turalla. Tural nə edəcək? Oyuncularının önə getməyini səsləyir. Baxaq necə olacaq? Uzun bir pas. Tərlan! Top ayağına yaxşı oturmadı sanki. Sevindirə bilərdi komandasının ikinci qolunu vura bilərdi və dubl edə bilərdi, qeyd edim onu. İlk qolu məhz Tərlan vurmuşdu. Tural. Zamallı oynayır. Zamaldan Turala. Önü boşdur. Zərbə olacaqmı? Yox. Yenə gözlədi. Uzda zərbə. Müdafiəçi Elcünə dəyir. Vüqar irəliləyir. Pauza edir. Oğurladı Qoşqar. Yox. Cərimə. Rıza geriyə oynayır. Hacəli. Nə edəcək? Pasını verdi. Məmməd Əli. Yenə Hacəli. Oğurladılar topu. Camal idi bu. Turaldadır top. Tural irəliləyir. Zərbəsi! Qüvvətli bir uc zərbəsi görmüşdük Turaldan. Qol olmadı. Out. Respekt komandasının. Elcin baxır kimə verəcək. Qabağa da oynadı Məmməd Əli. Topu itirmədi. Ara pası keçdi. Elcündən pas Hacəliyə. Hacəlinin pası qapıcı. Elcünün zərbəsini dəf etdi. Elcün yenə də topu oğurladı Cənubi Futbol Klubundan. Məmməd Əli irələdi, pasını verdi Elcünə. Rıza. Rızanın zərbəsi önünə gəlmişdi Hacəlinin, amma bitirə bilmirlər yenə. Tural. Təhlükəli hücum görür. 4-ün 1-ə pasını verir Tərlan. Tərlan keçdi və zərbəsi və gol. Tərlan dubl edir. Qeyd edim ki, birinci qolu çox gözəl alınmışdı və ikinci qolunu da vurur. Komanda ruhlanır. Və bununla da birinci hissə bitdi. İkinci hissədə sizlərlə olacağıq, əziz izləyicilər. İkinci hissədən sizi salamlayıram, əziz izləyicilər.
Qeyd edim ki, birinci hissə bitdi, ikinci hissə başladı. Respekt komandası oyuncusu kapitan Hacıəli topu Cənubi Futbol Klubuna verir. Hesab 3-2'dir. Respekt komandası öndədir. Maraqlı qarşılaşma görürük. Uzun bir pas, Camaldan pas. Heç kim yox idi. Vüqar uzaqlaşdırdı. Məmmədəli qoymadı topun çıxmağına. Yanında Hacıəli var. Pas keçmədi Turaldan. Tural gözəl oynayır. Yusufun pası Tərlana. Tərlan təhlükəli oyuncusudur həqiqətən də. Bu gün dubl edib, qeyd edim onu. Pasını verir Yusuf. Ozal'la oynadı. Ozal'dan pas dəqiq olmadı. Qapıcı topu yerinə yetirəcək İlkin. İlkin Vüqar'la oynayır. Qapıcı İlkin bir daha. Ne edəcək? Uzaqlaşdırdı amma yox. Hacıəli topa çatır və tabandan gözəl pas. Məmmədəli qəbulda düzgün çıxış etmədi. Uzun bir pas. Ozal topu saxlaya biləcəkmi? Ozal zərbəsi. İlkindən blok görürük. Ozal kimlə oynayacaq? Tərlan. Tərlan zərbəsini görə bilərik. Toxunuş yox idi. Yox. Azca direğin yanından keçdi. Təhlükəli bir zərbə idi həqiqətən də. İlkin Vüqar'la oynayır. Vüqar'dan pas. Camaldan topu uğurladı. Cərmə. Ayağa toxunuş var idi. Məmmədəli yerdə qalıb. Baxır. Uzun bir pas. Topu qəbul edəcəkmi? Yox. Out. Cənubi Futbol Klubunun top tora dəymişdi. Geri oynayır Amid. Tural oynadı. Turaldan uzun bir pas. Qapıcı için topu əlcəklərlə uzaqlaşdırdı. Pressing görürük Cənubi Futbol Klubundan. Baxaq necə olacaq. Vüqar tələsmir, geriyə çəkildi. Məmmədəli ilə oynayır. Məmmədəli Vüqar'a verdi. Vüqar'ın önü boşdu. Ne olacaq? Zərbəsi Amid. Vüqar'ın sol zərbələri həqiqətən də çox qüvvətlidir. Qarşısını alır Amid bunun. Məmmədəli İlkinlə oynayır. İlkindən pas Məmmədəliyə. Məmmədəli keçə biləcək mi? Tərlan uğurladı. Zərbəsi və gol! Hat-trick edir Tərlan. Gözəl bir gol sevinci görürük həqiqətən də. Hesab 3-3'dür. Tərlan topu uğurladı müdafiəçidən və birbaşa zərbə vurdu. Respekt komandasında sanki çaşbaşlıq yaranıb. Nə edəcəklərini bilmirlər hal-hazırda. Amid də tələsmir. Necə ki birinci hissədə rəqib komandanın qapısı bunu edirdi. İlkin də Amid də onu edir. İrəliyir Camal. Camal bir oyuncunu da keçdi. Out. Respekt komandasının toxunuş var idi Camala. Geri oynayır İlkin. İlkindən pas Vüqar. Geri oynayır İlkin. Camal blok qoyur. Həqiqətən də Cənubi komandası geri dönüş etdi. 3-1 hesabda geridəydilər. Artıq hesab 3-3'dür. 29-cu dəqiqədir. Qeyd edim. Vüqar gözəl oynadı burada. Pasını verdi. Hacıəli qapıcı Amid uzaqlaşdırdı. Qeyd edim ki küncdə qalan Zamin heyətindən oyuncular da Amidi həvəsləndirir, dəstək olurlar. Hacıəli topu başladı. Zərbə və Amiddən toxunuş var idi. Küncdən zərbə. Hacıəli topu yerinə yetirəcək. Baxır önünə. Kim var? Yerlə pas keçmədi. Camal blok qoyur. Hacıəli topu yerinə yetirəcək. Geriyə pas. Məmmədəlidən pas keçmədi. Out. Yenə Respekt komandasının. Topu uğurladılar. Turaldan pas Ozala. Əks hücum. Ara pası. Tərlan edəcək. Tərlanın zərbəsi. Qapıcı İlkin bu səfər yerində idi.
Dedi artık qoymayacağam hat-trickdən sonra. Yusif gözəl uğurlayır, pasını verdi. Ozal nə edəcək? Ozalın zərbəsi. İlkindən blok gəlir müdafiəçi. Gözəl yaxalamışdılar. Əks hücumda Yusif topun çıxmağına qoymadı. Davam edir hakim. Elgündən çıxır top. Pasını verdi. Məhəmməd Əlidən blok görürük. Tərlan geriyə oynadı. Tural. Tural qapısını ilə oynayır. Amid. Amid gözəl sıyrıldı. Təhlükəli bir hərəkət gördük Amiddən. Turalın zərbəsi qapıcı üçün yerindədir. Qüvvətli zərbə alınmışdı Turaldan. Baxır Yusifin pası dəqiq olmadı. Elgündən Hacəliyə pas. Bir daha Elgün. Uzun bir pas. Məhəmməd Əli çatacaqmı? Yox. Amiddən tez Ozala pas. Ozal tələsmir geriyə oynayır. Turaldadır top. Tural kimə verəcək? Geriyə oynayır Ozal. Tərlan həqiqətən də dayanmır meydanda. Zərbəsi toxunuş var idi deyir Ozal Elgünə. Hakimsə qapıdan zərbə deyir. Elçin uzun bir pası Tural yerindədir. Ozal tələsir. Top bir daha qapıcıya gəlir. İlkin baxır, geriyə oynayır. İlkin qapıdan pası saxladı topu Elgün. Təhlükəli bir pas idi, qeyd edim. İtirsəydi, qapı boş idi. Camal topu uğurladı. 2 nəfərdən keçir Knyaz. Arxadan itələyirdi. Hakim cərimə zərbəsi deyir. Knyaz Camalı arxadan dartırdı. Fərid Məmmədov bunu görür, bəli. 5 metr istəyir. 2 canlı sət, yox, 1 canlı sət oldu. Turaldan zərbə olacaqmı? Zərbəsi Hacəliyə dəyir. 6 Cənub Futbol Klubu yerinə yetirəcək. Tural geriyə oynayır. Amid yenə Tural'la oynadı. Uzun bir pas, qapıcı topu tutur, uzun bir pas, Tural qarşılayır. Ozal topu Tərlana verir. Tərlan 2 oyuncusunun arasına girəli zərbə vurdu, amma top son anda Respekt komandasına toxunur. Güncdən zərbəni də Tərlanın özü yerinə yetirəcək. Ozal boşdur. Elgün uğurladı mı? Yox, Camaldadır top. Zərbəsi dəqiq olmadı. Vüqar baxır, nə edəcək? Uzun bir pas. Ozal müdafiəyə kömək edir. Hələ ki Hacəlidədir top. Pasını verir Knyaz. Tələsdi. Amid. Riskli hərəkətlər. Pasını verdi Camal. Camal önə baxır, Yusifə pas keçmədi, Vüqar yerində idi. İlkinlə oynayır. Hacəli. Hacəlidən pas dəqiq olmadı. Elgün toxunmasaydı bəlkə də top Knyaza çatacaqdı. Gözəl mübarizə görürük. Vüqar sol axay zərbəsi olacaqmı? Pasını verir Knyaza. Knyazın pası dəqiq olmadı. Cərimə zərbəsi bildirir. Knyaz etmişdi bunu. Tərlan. Topu yerinə yetirdi Camal. Tural'la oynayır. Tural cinahı dəyişir Camal. Camal topu itirmədi. Fərid Məmmədov başı salır Camala episodu.
Rıza oynadı. Hacıəlin zərbəsi Camala dəyir top. 3-cüdən zərbə. Hər iki komanda da tələsir. Hesab 3-3 olduğuna görədir bəli bu. Baxaq qolu kim vuracaq yoxsa hesab belə bitəcəkmi? Çox maraqlı qarşılaşmadır həqiqətən. Hacıəli bir daha yerinə yetirəcək. Məmmədəli boşlu pas keçmədi. Tərlan 1-1-ə gedir. Baxaq müdafiəsinin keçib zərbə olacaqmı? Soluna çəkir zərbə. Dəqiq olmadı. Bu epizodu dəyərləndirə bilmir. Qapçı Amidə gəlir top. Amiddən uzun bir pas Tərlana. Tərlan qəbul elədi. Gözəl. Pasmı olacaq, zərbəmi? Baxaq nə edəcək. Pasını verdi. Ozal. Toxunuş var idi. 2-cüdən zərbə. Yox. Qapçı başlamağını deyir. Rıza oynamışdı Məmmədəli ilə Vüqar. Hacıəli topu saxladı mı? Yox. Tural uğurladı. Pasını verir. Ozal çönür. Nə edəcək? Pasını verdi Yusufə. Yusuf tələsir. Əks hücum ola bilər. Məmmədəli irəliyir. Pasını verdi. Rıza zərbəsi dəqiq olmadı. Amid baxır. Camalla oynadı. Camal irəliyir. Bir oyunçunun keçdimi? Yox. Gözəl uğurladı həqiqətən də. Rıza'nın zərbəsi qapçı. Çiyni ilə sanki topu çıxardır. Gözəl oynadı Amid. Pas keçmədi. Müdafiədə Tural uzaqlaşdırır topu. Ara pası Vüqar zərbəsi dəqiq olmadı. Tələsir qapçı. Kimə verəcək? Uzun bir pas Turaldan önə. Vüqar topu qəbul edir. Pası keçmədi. Uğurlaya biləcəklərmi? Qapçı az qalmışdı. Top Qoşqara dəyib girəcəkdi. İlkinə pas tam dəqiq olmadı və Can Futbol Klubu pressing etmişdi, qeyd edim. Uzun bir pas. Top qapçıya gəlir. Amid. Tural oynayır. Tərlan. Tərlandan pas Camala. Qapçı Amidlə oynayır. Amiddən Camala pas. Amid yenə top istəyir. Tural. Uzun bir pas. Başla zərbəsi. Tərlan. Qaçırdır bir daha. Hat-trick etməyinə baxmayaraq. Tərlan bəzi epizodları qolla bitirə bilməyib. Topu yenə də Camal uğurladı. Qeyd edim ki, Camal gözəl oynayır müdafiədə. Pası dəqiq olmadı. Və Camal! Camal gözəl uğurladı bir daha. Artıq bəlkə də 4-cü dəfədir ki, Camal topu rəqib komandasından uğurlayır və təhlükəli ataklara məhz Camal başladır. Və Camal sona kimi davam elədi. Topu uğurladı Respekt komandasından və qol görürük. Hesabda Respekt komandası bir top geridədir. Hesab 4-3'dür. Qeyd edim ki, hesabda 3-1 öndə idi. Artıq Cənub Futbol Klubu hesabı dəyişib və 4-3 öndədir. Çox maraqlı qarşılaşma gedir. Uzun bir pas. Turaldan keçmədi. Nə olacaq? İlkin pressing edir Turala qarşı. Tural nə edəcək? Uzaqlaşdırır, top çıxmayıb. Qapçı ilə oynayır. Yusuf çox gözəl pressing edir. Vüqar. Vüqar nə edəcək? Top üstündə gözəl mübarizə gedir. Fərid Məmmədov nə qərar verəcək? Bəli, Vüqar yerdə qalmışdı. Cərimə zərbəsini yerinə yetirir Vüqar. İlkin. Ona baxır. Müdafiəsi ilə oynayır Rıza. Eygün. Eygün Vüqar topa yetişə bilmədi. Amma Eygünü çağırmışdı.
Dəqiq olmadı. Timeout. Cənubi Futbol Klubu timeout götürür. 40-cı dəqiqədir. Timeout bitir. Cənubi Futbol Klubu topu yerinə yetirəcək. Hesabda Cənubi Futbol Klubu öndədir 4-3. Terlan get, orada get. Tural topu yerinə yetirəcək. Tərlan topu gözə qəbul edəmədi. Respekt komandasındadır. Ecün. Camal gözəl oynayır həqiqətən də. Hər atakda görə bilərik biz Camalı. Amid topu yerinə yetirəcək. Turalla oynayır. Bir daha uzun bir pas. Müdafiədə Rıza yerində idi. Ecündən Rıza'ya pas dəqiq olmadı. Tərlan. Tərlan ara pası gözə almışdı. Ozal topu saxlaya bilmir. Respekt komandası tələsir. Vüqar. Ecünlə oynadı. Ecünün pası keçmədi. Tural blok qoyur. Azəli. Vüqardan birbaşa zərbə. Dəqiq olmur. Tural topu yerinə yetirəcək. Uzun pas görəcək. Baxaq kim var? Yox. Birbaşa ilkinin qucaqlarına gəlir. Rızadan pas. Ecün. İki oyuncu qarşısındaydı Ecünün və blok qoyuldu. Rıza nə edəcək? Uzun bir pas. Uzaqlaşdırır Tural. Camal irəliləyir. Sürətli oyuncudur qeyd edim. Camal pasını verdi. Tərlan. Ozal toxunuş var idi. Cənubi Futbol Klubu yerinə yetirəcək topu. Out'u Tural yerinə yetirəcək, bəli. Tural içəriyə baxır. Zərbəsi toxunuş var idi, bəli. Top ilkinə dəymişdi. İkincidən zərbə. Qeyd edim ki, kapitan Mayıs Hüseynov qapıçıya deyir ki, topu buraxsan səni öldürəcəm. Həqiqətən də geri dönüş ediblər. Ona görə də kapitan oyuncularına ehtiyatlı olmağını bildirir. Tural silahı dəyişir. Ozaldan topu uğurladı Vüqar. Gözəl pası Acəli. İtirazlar var. Mayıs Hüseynov hakimin arkasında sözünü deyə davam edir. Heç nə olduğunu bildirir epizodda. Çox maraqlıdır. Sarı kart gördük Camala. Cərimə zərbəsidirmi, yoxsa penaltidirmi? Hakim qeyd edəcək. Və qeyd edim ki, penalti dedi hakim. Camal sarı vərəq alır, cəzalanır. Penalı Elgün yerinə yetirəcək, qeyd edim. Respekt komandasından. Baxaq Amid qapısını qoruya biləcəkmi? Hesabda 4-3 Cənubi Futbol Klubu öndədir. Külək heç cür qoymur zərbəni vurmağa. Hakimin fiti gəlir. Elgün nə edəcək? Elgün qapçı Amid! Qoşqar sevincini bölüşür Amidlə. Gözəl bir save görürük Amiddən. Amid 3 stop buraxmağına baxmayaraq hal-hazırda gözəl oynayır. Vüqarın zərbəsinə blok qoyuldu Ozaldan. Out'u Respekt komandası yerinə yetirəcək.
Respekt komandası penaltini qaçırdır. Heç də yaxşı olmadı bu. 45-ci dəqiqədir. 5 dəqiqə qalıb ikinci hissənin bitməyinə. Turaldan uzun bir pas. Keçmədi, müdafiəçi blok qoyur. Ozalın zərbəsi. Fərid. Ay Fərid. Dəyməmişdi. Vüqar. Pasını verə bilmədi dəqiq. Tərlan və gol! Tərlan komandasının 5-ci qolunu vurur və 4 qolu var, qeyd edim. Tərlan bu gün nələr edir? Hesab 5-3'dür. Hat-trick'i keçmisən, 4-cü qoldur. Beraber. Həməd Əli pası keçmədi, Tərlandadır top. Tərlanın pası gözə alındı, Qoşqar. Topu uğurladılar, irəliləyir. Nə edəcək? Rıza'nın pası. Dəqiq olmadı, tələsir, uzun bir pas qapçı Amid. Tələsmir. Tərlanla oynayır, Tərlan irəliləyir. Tərlan zərbə vuracaqmı? Yox, pasını verir, Tural. Tural nə edəcək? Qapı boşdu və Tural! Hesab 6-3. Cənubi Futbol Klubu kontra-atakda yaxalayır. Arda-arda 2 gol görürük. Komanda yoldaşları Tural'la sevincini bölüşür. Respekt komandası isə həqiqətən arda-arda qollardan sonra düşüb komanda. Baxaq hesab necə olacaq. 47-ci dəqiqədir. Məmməd Əli irəliləyir. Zərbə olacaqmı? Ucla zərbəsi Amid yerindədir. İlkin pasını verdi Hacəli. Hacəlinin pası dəqiq olmadı. Qoşqar. Qoşqar pası Ozalda. Ozal. Gözəl pas. Qoşqar irəliləyir. Yox. Qoşqar itirdi topu. Məmməd Əlidən ara pası. Hacəli. Qapçı Amid. Yerdə qalır. Zədələnir Amid. Məmməd Əli. İnşallah ki böyük bir zədə yoxdur. Dirəyə dəydi sanki Amidin əli. Amidi biz ayaq üstə görürük. Davam deyir qapçı hakimə. Gücdən zərbəni Hacəli yerinə yetirəcək. Komandanın kapitanı. Hava topu gəlir. Birbaşa zərbə dəqiq olmadı Rızadan. Hamid Tural'a bırakır. Tural başladı. Ozal irəliləyir. Yox. Ozal itirdi. Hacəlidən pas. İlkin. Hacəli'nin davam pası. Qapçı Hamid. Sanki zədəlindən o değildi. Camal da gözəl oynayır, qeyd edim. Top Camaldadır. Birbaşa zərbə dəqiq olmadı. Və ikinci hissə bitir. Cənubi Futbol Klubu ilk qələbəsini qazanır. Şərhçiniz mən Mirceyhun Mənsumov idi. Növbəti qarşılaşmada sizlərlə olacağıq əziz izləyicilər. Sağ olun.